olaraq. Söhbət ocaq olaraq mən nə deyirəm? Bax, bir cəmiyyətin dəyəri əgər bir molladırsa, müqəddəsləşdirdiyi, yaxud da bir alimdirsə, bu fərqdə cəmiyyəti görə bilirsən. Cəmiyyət kimində alınca gedir. Məncə mollanı alimə qarşı qoymağa ehtiyac yoxdur. Yox, var ehtiyac. Niyə ehtiyac var? Məsələn, deyək ki, düşüncə həyatını dəyişdirən, insanları tərəqqiyə gətirən, məsələn, bu Azərbaycan olması önəmli deyil. Mən məsələn, ən böyük hörmət elədiyim şəxsiyyətlərdən biri bilirsiniz kimdir? Aleksandr Osipoviç Yerniyevski. Malakan Vətən dili dərsliyi yazmış, Qori müəllimlər seminariyası açmış, Azərbaycan insanlar şəxsiyyət qazandırmış bir adam. Mən bu yaxında bir 2 ay dövlət şəkillərdən gələk qarşısına alaq. Rəsulzadənin arxasınca gedən insanlar, Səttarxanın arxasınca gedən insan fərqli insandır. Səttarxanın apara biləcəyi məntəqə bəlli. Vətənpərvər, fədakar, amma bilgisiz. Məhəmməd Əmin Rəsulzadənin apara biləcəyi məntəqənin sonu Azərbaycan dövlətidir. Amma Səttarxanı da Məhəmməd Əmin Rəsulzadəyə qarşı qoymayaq da. Yox, qoymuruq. Hər birinin öz yeri. Biz deyirik ki, amma biz bu fərqi göstərməliyik ki, ay millət, Səttarxanın arxasınca yox, meydan hərəkatında da biz bunu gördük. Ziyalının arxasınca gedəndən, populistin arxasınca gedən, doğru sözü söyləyəni, fitləyən cəmiyyəti biz yaşamışıq, görmüşük. Və ona görə də indi bundan sonraki mərhələdə biz bu səhvi təkrar eləyək.